Buraymış Şurahan Külmamtı kəndidir. Gördüyünüz kimi kələm sahəmiz var. Külmamtı kəndində kələmlərimiz sarmağa başlayıb. Bugün satışa hazırlaşır yavaş-yavaş. Kim istəsə Şurahan Külmamtı kəndində yaxınlaşıb şorabalıq kələmləri ala bilərlər. Hazırda gördüyünüz kimi hamısı sarmağa başlayır. Hazır olanlar da var. Dolmalıqdır, şorabalıqdır. Nə qədər istəsiniz, müraciət edə bilərsiniz. Bu dərmansız, silitirsiz kələmlərdir hamısı. Yəni ürəklə yemək. Kələm alacaq buradan. Belə necə olur? Kələmi belə eləyir. Bu yarpaqların açırsan. Buradan çünki sarımayan yarpaqlar var. Yaxından götür. Sarımayan yarpaqlar açdım belə. Sonra bunu bıçaqla buradan kəsirsən. Bilməyənlər bilsin kələmi necə kəsib götürürlər. Bu da bizim kələmimiz, ağ kələmdir. Olmaya gedən ağ kələmdir əsas. Ağır kələmlər olur, bərk olur, yarpağı nazik olur. Nazik olanda dolmaya yaxşı gedir. Çünki qalın olanda o pişmir, göy qalır. Əsas da ağ olmalıdır. Göy olanda dolmaya gedir. Ağ kələm alın, ağır kələmin nazik qabıq olsun. Amma belə şorabaya fərqi yoxdur, 100 yıl alır. Doğrusan dedim. Biz bunu aparıb tərəzidə çəkəcək. Görək neçə kiloda alsa, onlar da 1 kilo neçə qram. Aldık tərəzinin yanına, hal-hazırda tərəzini açırıq. Tərəzimiz sıfırlanır. Buna tərəziyə 1 kilo 60 qramdır. Bilməm 1 kilo 200 demişdim. 1 kilo 60 qramdır. Yəni düşücanlıqla yemək olar. Yəni çox qəşəngdir. Bunu belə də yemək olar.